Uşaqlıq illərinizi xatırlayın. Tərsinə çevrilmiş bir ayaqqabı görəndə dərhal qaçıb onu düzəldərdik ki, Allaha qarşı hörmətsizlik olmasın. Çünki fitrətimiz bizə Allahın göylərdə bütün məxluqatının fövqündə olduğunu təlqin edirdi və ayaqqabının altının yuxarıya tərəf çevrilməsini belə düzgün hesab etmirdik. Məgər insanın Allahın göylərdə bütün yaratdıqlarının fövqündə olduğuna inanması fitrətin tələbi deyilmi? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, hər bir uşaq fitrət üzərində dünyaya gəlir. Lakin təəssüf ki, sonradan ortaya çıxan bəzi azdırıcı təbliğatçılar insanların bu saf fitrətini təhrif etdilər. Onları aldadaraq Allahın hər yerdə olduğunu və ya heç bir məkanda olmadığını söylədilər. Bununla da Allahın kitabına və onun rəsulunun sallallahu aleyhi və səlləm sünnəsinə zid getdilər. Buna görə də sənə Allah hər yerdədir və ya Allah məkansızdır deyən hər kəsdən ehtiyat et və onun sözlərinə qulaq asma. Peyğəmbərlərin əleyhimussələm gətirdiyi əqidəyə möhkəm sarıl. Allahdan yardım diləyirik.